Salam əziz şagirdlər, hər birinizi xoş gördük. 5 oktyabr tarixində Güvən nəşrlərinin keçirmiş olduğu sınaq imtahanından 9-cu siniflərin suallarına baxaq. Sual 5-dən başlayaq, listeningi daha sonra qeyd edəcəm. 5-ci sualda bizdən mürəkkəb isimləri soruşur. A variantına baxsaq, deməli home, work, newspaper mürəkkəb isimdir. Cavab olacaqdır A variantı. Məsələn, B-də ing mürəkkəb deyil, C-də nationality düzəltmədir, D-də expression yenə düzəltmədir, Y-də də chocolate sadədir. Cavab oldu A variantı. 6-cı sualda bizdən sayılmayan isimləri soruşur. Bilirik ki, fənn adları sayılmır, history tarixdir. Bu sayılmır, furniture, mebel bu da sayılmaz. Cavab elə oldu A variantı. B-də C sayılır, C-də language sayılır. Deməli, D-də mountain sayılacaq, Y-də mans sayılır. Cavab oldu A variantı. 7-ci sualda bizdən sufiksləri soruşur. Deməli, Y variantında ist bu isim düzəltdi. Yəni sufiksdir, ment də eyni qayda. Cavab Y variantı oldu. 8-ci sualda bizdən cəm isimləri soruşur. Baxaq, qiz, qazlar, shorts da cəmdədir, şalvar mənası var. Cavab D variantı. Məsələn, bu da cəm olsa akrobatik təkdir A-da, B-də news təkdir, focus təkdir, progress təkdir. Bunları atırıq. 9-da bizdən yiyəlik halı soruşur, düzgün formanı, yəni bir də soyadlarda Z varsa S apostrof olardı burada. Ona görə bir yanlış olur. 3-də the house is neardir. Yəni is bu da yiyəlik hal deyil. Elə bildiyimiz isdir. 2 və 4-də problem yoxdur. Cavab C variantı. 10-cu sualda one of varsa sifətin üstünlük dərəcəsidir və qarşısında Z artiklı olar. Sol tərəfdə Z olan qalırıq B və C arasında. Digərlərini ataq. In, team var. Sadə bilən tək isim görəndə boşluq qoymuruq. Cavab oldu B variantı. Yəni, başqa istisna vəziyyət yoxdursa. 11-ci sualda okeanlar, sular Z artiklındandır. State varsa ölkə Z-dən olacaq. Yəni, Z, cavab Y variantı. 12-ci sualda play Z drums olur. Çünki musiqi alətindən Z-dir. Və oynamaq mənasını verəndə boşluq olurdu. Ona görə 13-də oldu C variantı. 14-cü sualda deməli kəskin hava şəraitidir ki, güclü külək falan var. Bu da tufan olacaqdır. Yəni A variantı. Car, banka mənası var. Trailer, fraqman mənası. Məqazin, jurnal. Schedule, cədvəl. Tufan, cavab A. 15-də definitionla uyğunlaşdıracaq indi. Baxaq. Deməli, fashion dəvdir. A style, this is popular at a particular time. Bir C gəlir. Conversation söhbətdir. Deməli, a talk between two or more people. Bir C, 2A olan cavab Y gəldi. 16-da bizdən düzgün sinonimi soruşur. Baxaq. Comment, fikir, opinion, fikir mənası var. Elə cavab B gəlir. A-da profession, ixtisas, section, bölmə. C-də location, yerləşmə, plant, əkmək, zavod. Y-də education, təhsil, mesaj, Y gedir. D-də qeyd etmə, bu da təsvir. Elə sinonim kimi B düz gəlir. 17-də opposite meaning, yəni əks mənalı soruşur. Şərtə diqqət edək 17-ci sualda. Deməli, depression, depressiya deməkdir. Comfort, rahatlıq, peace, rahatlıq, sülh mənası var. 3-4 doğru cavabdır. Trouble, narahatlıq, sadness, qəmginlik və bizə əks mənalısı lazım idi. 18-ci suala baxaq. 18-ci sualda düzgün variantı istəyir. Bu tip suallardan qorxmuruq. Bəzən bir deməli cümləni tərcümə edib cavabı tapmaq olur. B-yə baxırıq. The race distance, yarış məsafəsi 5 km, 5 kilometrdir. Bir dənə ilk cümləyə baxırıq. Can you run 5 km without stopping? Dayanmadan 5 km qaça bilərsənmi? Bizə də düzgün ifadəni soruşurdu. Elə cavab B variantı oldu. 19-cu suala baxaq. 19-da A-ya baxırıq. Peter istəyir ki, Kevin paylaşsın tarix notlarını. Salam Kevin, hörmətlə Peter. Yəni yazan Peterdir, Kevin yazıb. Nə yazıb? Sabah bizim tarix testimiz var, notları tapa bilmirəm. Onları mənə göndərə bilərsənmi dəftərindən deyir.
A-da da tərcümə etmişdik. Elə cavab A olur. 20-ci suala baxaq. Məktubun deyir, purpose məqsədi nədir? Deməli, Annaya yazılıbdır, yazan Lauradır. Deməli, D-yə baxaq. Annaya uğur arzulayır öz performansında. Good luck, uğurlar with your piano performance next Friday. Yəni, növbəti 5-ci gün üçün sənin piano performansına uğurlar arzulayıram deyir. Elə cavab D variantı oldu. Reading mətni var. Shopping haqqında bir mətndir. Görək, bu da cavab nə olur? 21-də mətn nə haqqındadır? B-yə baxırıq. Shopping as a cultural, social and practical activity. Yəni, belə deyim, bazarlıq etmədir, mədəni, sosial və praktik fəaliyyət kimi. Yəni, söhbət ondan gedir, deyir. Həqiqətən söhbət bundan getdi. Hər yerdə bazarlıqdan danışır, ümumi fəaliyyətdir, deyir. Bazarlıq və s. Ondan bəhs etdi. Digər variantlara baxaq. A-ya baxsaq, şəhərlərdə fast food yeməyin təhlükələri olmaz. C-də qədim vaxtlarda paltarın tarixi, bu da olmaz. Y-də digital ləvazimatı necə qurmaq lazımdır, deyir. Olmur. Bankda pul saxlamaq. Yəni, bu da düz gəlmir. B ən yaxşı cavabdır. 22-ci sualda definition istəyir. 2-ci paraqrafda var, deyir. Deməli, to look at something carefully, nəyəsə ehtiyatla baxmaq, görmək üçün, yəni onun düzgündürmü yoxsa yanlışdırmı baxmağı deyir və find information və ya məlumat tapmaq. Yəni, yoxluyursan bir şeyi, check edirik. 2-ci paraqrafda həmin hissəni dairəyə aldım. 23, belə. 24-də baxırıq. 22-yə baxdıq biz, eləmi? 22 deyil. 23-ə baxırıq. Nə üçün bazarlıq təhsili kimi, yəni təsvir olunur, təhsildən söhbət gedirdi mətndə. Yəni, niyə belə vurğulanır, deyir. Baxaq son cümləyə. Shopping can be educational too because students learn how to choose, decide and use money. Yəni, onlar üçün də ola bilir, deyir bu. Yəni, təhsillidir həm də. Niyə? Qərara gəlirlər, pullarını istifadə edirlər məsuliyyətli şəkildə. Yəni, 23-də hanı o cavab? It helps students learn how to use money responsibly. Elə oxşar cümlədir, C-ni götürə bilirik. 24-cü sualda in a shopping mall people can. Yəni, bu shopping mallda insanlar nə edə bilər? Visit a sports shop, yəni idman mağazasına da baş çəkə bilərlər. Digərləri niyə olmur? Deyir ki, sadəcə yemək və snack alır, yəni bu ayaqüstü yemək alır, çərəz alır. Yəni, sadəcə bunu almır axı. Adətən onunla olan cavablar doğru cavab olmur. Yəni, adətən olur bu şəkildə, amma həmişə belə olmaya bilər. B-də deyir ki, rəsmi paltardan başqa paltar tapa bilməzsən. Təbii ki, yanlışdır. Bunu heç mətnə baxmadan da yazmaq olar. Sadəcə traditional kostyumlar var, deyir. Yəni, mağaza onun üçündür. Sadəcə ənənəvi olmaz. D-də heç vaxt qiymətləri müqayisə etmək olmur onlayn şəkildə, amma mətndə elə cümlə vardı. Hətta elə to check sözünün ardından baxsanız görəcəksiniz mətndə. Bu belə, mətin bu qədər. Aha, 25 qalıbmış, 25-ə baxaq. Bir də deyir ki, bu shopping dostlarla görüşmək, vaxt keçirmək üçün bir yol ola bilər, düz deyir. Daha sonra nə var burada? 4-ə baxırıq, bəziləri adi paltarlara üstünlük verir, bəziləri də rəsmilərə. Bu da düzgündür. 2 niyə olmur? Deməli, sən deyir, siyahı tərtib edirsən mağazaya gedəndə unutmağa kömək edir əslində. Xatırlamaq üçün yaxşıdır, bu mətndə vardı. Üstədici traditional clothes are popular in all countries. Ənənəvi paltarlar bütün ölkələrdə məşhurdur. Bəzi ölkələrdə məşhurdur. Cavab 1-4 oldu. Şəklə də baxacağıq. Listening cavabları əlimdə yoxdur. İnşallah birazdan onu şərh bölməsinə yükləyəcəm. Şərhdən baxarsınız. Yəni, komment bölməsindən. Və story. Storyyə ciddi yanaşmaq lazımdır. Çünki bu sizə təqribən 17 bal verir. Böyük rəqəmdir bu. Nə görürük? Oğlan, qız, bacı, qardaş deməli nə edirlər? Ağac əkirlər. İkinci şəkildə ağac artıq böyüyüb meyvə gətiribdir. Uşaqlar səbətdən gəldilər meyvə dərməyə və sonuncuda meyvəni dərib gedirlər bu şəkildə. Belə bir storydir. Bunu mən bura özüm yazmadım. Siz şərh bölməsinə yaza bilərsiniz. Necə yazdığınızı oradan baxa bilərik. Belə dinləməni də şərh bölməsinə göndərəcəm. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.